Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Müəyyən səbəblərdən video çəkməyi dayandırmışdım. Bugün isə mal ətindən soğuz bişirməklə videolarıma davam etdirirəm. Əziz izləyicilərim, dəstəyinizə ehtiyacım var. İnşallah abunə olmağı unutmayın. Like atın və şərh yazın, fikirlərinizi bildirin ki, videolarımın ardı gəlsin. Əziz izləyicilərim, deməli bugün mal ətindən soğuz bişirdim. Bəzi əlavələr eləmişəm, düzdür. İndi sizinlə paylaşıram inşallah bişirmə qaydasını. Deməli mal ətin qabırğa hissəsidir. Əti doğrayıb yumuşam və su əlavə eləyib qoydum qaynamaya. Qaynara düşdü, kəfini yığdım. Deməli soğan əlavə elədim. Bir də ki axşamdan islatdığım noxudu əlavə elədim, qapağını qoydum, bişsin ət. Haradasa saat yarım 2 saata ət bişdi, həll bişdi, sümüdən ayrılır. İnşallah sümüdən ayıracağım ətləri. Deməli dərin bir tavaya kərə yağı əlavə elədim, bir də ki bulyon yağı var idi, xaldinikdə onu əlavə elədim. Deməli doğradığım soğanları əlavə elədim, biraz pörtdü, bir də kubik şəklində doğradığım kök əlavə elədim. Burada kök, yəni mən öz zövqümə görə əlavə eləmişəm, siz əlavə etməsəz də olar. Yəni ət sousunda kök, noxud olmur əslində. Bunu mən öz zövqümə görə, evdəkilərin yəni xoşladığına görə əlavə eləmişəm. Deməli köklə soğanı biraz qovururam, qızarmamaq şərti ilə pörtür. Deməli sarı kök əlavə elədim. Bir də ki bişmiş pomidor, xırda doğradığım pomidor bişirmişdim. Xaldinikdə var idi, əlavə elədim. Deməli soğana. Biraz qovurandan sonra, yağa düşəndən sonra, deməli sümüdən ayırdığım ətləri də əlavə eləyirəm. Ətləri o üz bu üz çevirib bir balaca qızardıram. Sonra kartofu əlavə elədim. İndi isə süzülmüş bulyonu, yəni bulyonu süzmüşdüm, noxudları da ayırmışdım. Həmən bulyonu əlavə elədim xörəyə, tavaya. İndi isə ayırdığım noxudları, bişmiş noxudu da əlavə elədim. Və duzunu, istiyotunu vururam. Qapağını qoyub vamxodda kartoflar pişənə qədər qaynadıram. Hardasa yarım saata 40 dəqiqəyə hazır olur. Kartoflar da pişir. Xörəyimiz tam hazır olur. Deməli yemək hazırdır, xörəyimiz hazırdır. Servis edirəm. Əziz izləyicilərim, çox dadlı alınıb. Kim istəsə bulyonunu, suyunu biraz çox saxlaya bilər. Yəni bunlar hamısı zövqə görədir. Hər kəsən evində necə bəyənilirsə o cürünə əlavələr eləyə bilər. Əti də yumşaq oldu, əziz izləyicilərim. Güman edirəm ki, bəyənərsiniz. İnşallah bəyənib, bəyən düyməsinə basıb, abunə olmağı unutmazsınız. Əziz izləyicilərim, Allah hamınızın evinə bol ruzu və bərəkətli ruzu versin inşallah. Və sizdə hər bir evdə qazanlar belə qaynasın. Sağ olun əziz izləyicilərim, sağlıqla qalın.